Beləliklə, ilk sözü veririk seçki komissiyasının üzvünə Rasim Əlzədiyə ki, hesabatını versin. Rasim bəy, söz Salam, sizdə. axşamınız xeyir olsun. Salam, hörmətli sədr, hörmətli riyasət heyəti, dəyərli millət vəkilləri. Azərbaycan Xalq Parlamenti Seçki Komissiyasının sədrinin parlamentə ikinci əlavə seçkilərin keçirilməsi barədə əvvəlki iclasların birində məlumat verilmişdi. Bugün əlavə olaraq Azərbaycan Xalq Parlamentinə ilk seçkilər 29 dekabr 2024-cü ildə keçirilmiş 87 nəfər millət vəkilinin Azərbaycan Xalq Parlamentinə mandat qazandırmışdır. Azərbaycan Xalq Parlamentinin nizamnaməsinin 1.5 bəndinə əsasən parlamentin say tərkibi 159 nəfər olmalıdır. Azərbaycan Xalq Parlamentinin nizamnaməsinin 5.6 bəndinə əsasən boş qalmış yerləri doldurmaq üçün Xalq Parlamentinə əlavə seçkilərə 11 fevral 2025-ci ildə start verilmişdir. Azərbaycan Xalq Parlamentinin deputatlıq namizədlərinin bildiriş anketlərinin qəbul edilməsi müddəti 11 fevral 2025-ci ildən 18 mart 2025-ci ilə qədər müəyyən edilmişdir. Seçki Komitəsinin 18 mart 2025-ci ildə keçirilən iclasının qərarına əsasən bildiriş anketlərinin qəbul müddəti deməli 10 gün uzadılmışdır. Yəni 28 mart 2025-ci il saat 23-ə qədər davam edəcəkdir. Namizədlərin təbliğat kampaniyasının aparılması 3 aprel 2025-ci il saat 23-ə qədər davam edəcəkdir. 4 aprel 2025-ci ildə sükut günüdür. Səsvermə müddəti 5 aprel 2025-ci il saat 8-dən aprelin 25-i 11 aprel 2025-ci il saat 20-ə qədər davam edəcəkdir. Bu seçki komissiyasının qərarı ilə sizi məlumat verdim, tanış etdim. İndi isə seçki komissiyasının hesabatını sizə çatdırmaq istəyirəm. Bugünə qədər seçki komissiyasına 37 nəfər bildirişlə müraciət etmişdi. Bunlardan 35 nəfərin namizədliyi qeydiyyata alınmışdı. 2 nəfərin namizədliyi seçki komissiyası tərəfindən qeyri-mümkün hesab edilmişdir. Seçkilər haqqında əlavə məlumatları bilmək istəyən olsa, telefon nömrələri ilə müraciət edib, bizdən cavab gözləyə bilərlər. Bu qədər sağ olun, sizə uğurlar arzulayıram. Parlamentin işində sizə can sağlıq, uğurlar arzulayıram. Təşəkkürlər Rasim bəy.